Salam izləyicilər. Bu videoda 18 may 2025-ci il tarixində zirvə kurslarının keçirdiyi MIQ imtahanı, yəni müəllimlərin işə qəbul imtahanı suallarının izahını verəcəm. İzaha keçmədən sualları hazırlayan Elxan müəllimə öz təşəkkürümü bildirirəm fərqli suallara görə və xatırladım ki, bu gün, yəni 18 may həm OTK sınağı olub, izahın kanalda paylaşmışam, həm dəyər sınağı olub, onu da paylaşmışam. Həmçinin dünən keçirilən hədəf sınağında izahın kanalda paylaşmışam. Əgər izləməmisinizsə, mütləq şəkildə onları da izləyin. Və siz MIQ sertifikasiya imtahanına və yaxud abituriyent, yəni qəbul imtahanına hazırlaşmağınızdan asılı olmayaraq buradakı sualları mütləq şəkildə yazın. Çünki təkrarınız üçün çox önəmlidir qəbul ərəfəsində. Başlayaq suallara. Kütləsi 0,2 kiloqram olan cisim sərtliyi 180 Newton bölü metr olan yay ilə 8 sm sıxılmışdır. Cismin hərəkət başladıktan sonra onun rəqsi hansı düsturla ifadə olunur? Sıxılmışdır deyirsə bu kosinusdan, yəni maksdan gəlməlidir və burada omeqanı tapanda yaylı rəqqas üçün omega bərabər kök altda k bölünsün m-dir. Yəni kök altda 180 bölü 0,2 ya da bunu yaza bilərik 1800 bölünsün 2 kök altda 900 buradan çıxır 30. Omegası 30 olmalıdır. Burada 90, 15 olan cavabları atıram. X max da %8 çünki 8 santimetr %8 metrdir. 2. Üfüqi səthi üzərində yalnız sürtünmə qüvvəsinin təsiri altında düz xəttlər çizən cismin sürətinin zamanlamasılı qrafiki verilmişdir. Sürtünmə əmsalı 0,5 olarsa cismin başlanğıc sürətini hesablayın. Buradan baxıram termoz müddəti 5 saniyədir. OTK-ya da buna bənzər bir sual düşmüşdü. Tormoz müddətini düsturun yazanda T tormoz bərabərdir V0 bölək μj. Bu düsturdan əgər V0-ı tapsam J T tormoz vurulsun mü. Yəni 10 vurulsun. T tormoz 5'ti. Vurulsun 0,6. Bu da verir 30. 3. Çevrəcə bərabər sətlə hərəkət edən bucaq sürətinin çevrənin radiusundan asılılıq diaqramında verilmiş nöqtələrə uyğun xətti sürətləri müqayisə edin. Xətti sürətin düsturunu yazsaq V bərabərdir omega r-dir. Hər ikisi ilə düz mütənasibdir. Ya burada ikisi ilə də düz mütənasib olduğuna görə məsələn ən böyük olan 2-dir. Ona görə V2 böyükdür V1-dən, o da böyükdür V3-dən. 3 ən kiçikdir çünki ən kiçik qiymət ona aiddir. 3 kiçikdir 1-dən, o da kiçikdir 2-dən. 4. Sxemə əsasən voltmetrin göstəricisi 45 volt, ampermetrin göstəricisi isə 6 amper. Deməli, R müqaməti neçə ohmdur? Birinci burada belə bir şey eləyək. Aşağı xəttə baxıram. Aşağıda müqamət R-dır, yuxarıda müqamət 4R-dır. Müqamət artırsa cəryan şiddəti azalır. Yəni yuxarıdakı cəryanı tapanda I bərabərdir. 6 bölünsün 4 bu verir 1,5. Burada cəryan 1,5'dir. Və buradan 3R vurulsun 1,5 bərabərdir 45'dir. Buradan R-nı tapanda R bərabərdir 45 bölünsün 3'ü 1,5'e vuranda 4,5 cavab olur 10. Bir dənəsinin müqaməti 10'dur. Aşağı xəttdə ampermetr qoşulub. Ona görə ampermetrin göstərişini 6 verəndə yuxarı xəttdə şiddəti götürdüm 1,5. Çünki müqamət 4 dəfə çoxsa yuxarı xəttdə şiddət 4 dəfə az olacaq. Sonra gətirib voltmetrdə 3 yerə qoşulub. 3 yer vurulsun 1,5 45'dir. Deməli R 10'dur. 5. Sabit kütlə ideal qaz üzərində proses elə aparılır ki, onun təzyiqi temperaturdan kvadrat kökü ilə mütənasib olur. Qazın təzyiqin həcmdən asılılığını təyin edin. Deməli, temperaturla kökaltı düz mütənasibdir. Buradakı A əmsaldır. Mendeleev-Kleyperon tənliyi yazsaq, P bərabərdir. μRT M bölü deməli RT. Burada təzyiqin həcmdən asılılıq tənliyi müəyyənləməliyik. Buradan P-ni tapanda P bərabərdir. M, R, T bölünsün. Deməli, M bir də vurulsun. Daha doğrusu aşağıda V də var. Şimdi burada və bu ifadədə mən bizə verilən tənliyə görə burada hər tərəf yuxarıda yüksəltsəm P kvadratı bərabərdir A kvadratı vuraq T'dir. T'nin yerinə yazıram P kvadratı bölək A kvadratı. Gətirib bu ifadədə yerinə qoysam bizdəki əsas ifadədə yazıram P bərabərdir M, R, T'nin yerinə P kvadratı bölünsün M vuraq buradan V vuraq A kvadratı.
P'lerden biri ixtisar getdi. Buradan aldım ki m v a kvadratı bərabərdir m r p-yə. Və bu ifadədən p-ni tapası olsam, çünki təzyiqin düsturunu tapıram, p bərabərdir m v a kvadratı bölünsün m r. Deməli m a kvadratı m a kvadratı v bölünsün m r d bəndidir. Yəni bu sadəcə əvəzləmədir. Gətirib elə bil ki, p bərabərdir a kök t olduğuna görə t-nin yerinə p kvadratı bölək a kvadratı qoyduq. 6. Şüalamanın enerji sel sıxlığı 12 milliwattdır. Elektromagnet dalğasının enerji sıxlığını hesablayın. Buradan i'nin bu şəkildə bir düsturu var. I bərabərdir. Omega vurulsun s'dir. Və buradan omeganı, yəni enerji sıxlığını tapanda i'ni 12 vuraq 10 üstü mənfi 3'ü, çünki burada millidir, bölürəm 3 vuraq 10 üstü 8'ə. 12'ni 3'ə böləndə bu verir 4, 4 vuraq 10 üstü mənfi, deməli 3 mənfi 3'tür, 8 çıxanda mənfi 11. 4 vuraq 10 üstü mənfi 11'i də %4 vuraq, yəni 2 sıfır apardıq, mənfi 9 kimi yazmaq olar. 7. Cismə təsir edən F qüvvəsinin onun təcillə asılı qrafiki verilmişdir. Qrafik əsasən cisimlə səth arasında sürtünmə əmsalını hesablayın. Burada hərəkətə başladığı nöqtə, yəni bu nöqtədəki sürtünmə qüvvəsini ifadə edir 10 Newton, ya da ki belə yaza bilərik. Təcil 4'dür. Ona görə yazıram 18 çıxılsın F sürtünmə bölünsün M, bir saniyə. M bərabərdir 4'tür. Buradan 4m bərabərdir 18 çıxaq 10, yəni 8'ə, m də bərabərdir 2 kiloqrama. Kütlə 2 kiloqramdırsa, mü bərabərdir F sürtünmə, yəni 10 bölünsün mj 20, cavab olur 0,5. Bu nöqtədəki qiymət sürtünmə qüvvəsinin qiymətidir. Çünki dartı sürüşmə sürtünməyə bərabər olanda artıq hərəkət etməyə başlayır. 8. Cismin sferik güzgüdə xəyalı necə alınır? Buradakı güzgü qabarıq güzgüdür. Qabarıq güzgüdə xəyal hər zaman mövhumi, düzünə və kiçildilmiş olur. Bu tip suallarda cavab silməyi sizə necə öyrədim? Birincisi, mövhumu olan heç vaxt deməli tərsinə ola bilməz. Mövhumu həmişə düzün olur. Ya da ki, həqiqi heç vaxt düzün ola bilməz. Bir də bu qabarıq güzgü olduğuna görə xəyal bu tərəfdə alınır. Yəni burada şua geri qayıdır, uzantısı buradan keçir, ikinci şuanı bura göndərik. Bunda uzantısı bura gəlir, xəyal alınır. Burada xəyal hər zaman mövhumi, düzünə və kiçildilmiş olur. 9. Yükü mənfi 4 olan iyonun elektrik sayısına potensialı 20 olan nöqtədən 30 olan nöqtəyə hərəkət edərkən elektrik sayısını gördükcə hesablayın. A bərabərdir. Q vuraq. Fi1 çıxaq Fi2. Buradan Q-nin yerinə mənfi 4e və 20 çıxılsın 30. Mənfi 10 mənfi 4'ə vuranda cavab olur 40 elektron volt. Yəni mənfi zərrəcik müsbətə tərəf hərəkət edirsə yeyinləşir, yeyinləşirsə iş müsbətdir. 10. Maye daxilində tarazlıqda olan cismin sıxlığı mayenin sıxlığından kiçikdir. Bu cismə təsir edən arxmet qüvvəsi 160 Newton. İpdə yaranan gərilmə qüvvəsi bundan 1,6 dəfə az olarsa, cismə təsir edən ağırlıq qüvvəsini hesablayın. Öncə təsir edən qüvvələrə baxsaq, yuxarıya doğru arxmet qüvvəsi, aşağıya doğru mj və ipin gərilmə qüvvəsi var. T-ni tapanda T bərabərdir F arximet bölünsün 1,6'dır. Yəni 160 böl 1,6 bu verdi 100. Və buradan ağırlığı tapanda F ağırlıq bərabərdir. F arximet çıxılsın T. 160'dan 100 çıxırıq. Cavab qalır 60 Newton. 11. Elektrik dövrə hissəsinin ümumi müqamətini hesablayın. Əslində bunu hərfləndirmədən də yazmaq olar, amma hər ehtimala hərfləndirirəm dövrəni. A hərfini buradan gətirirəm. A hərfinin çata bildiyi yerlərə A hərfini yazıram. Buradan B hərfini gətirirəm. B-nin çata bildiyi yerlərə B hərfini yazıram. Elə bir nöqtə var ki, bura A çata bilmir. Ora C yazdım. Və yaxud burada D var. Buna da deməli D-nin çata bildiyi yerlərdə bulardı. Ən kənarda A hərfi və B hərfidir. A-dan sonra C, sonra D. Bir tərəfi A, bir tərəfi C olan iki dənə rezistor var. Onları bir-birinə paralel qoşuram. Üzərini xəttləyirəm. Bunlardan gedir söhbət. A ilə C arasında iki dənə rezistor. Sonra bir tərəfi deməli CD olan. Baxaq CD varmı? C ilə D arasında birləşən yoxdur.
Bir saniye, burada C ile D arasında yoktu. Sonra bir tərəfi deməli B, D olan buradakı AD'dir. A ilə D arasında birləşən var. A ilə D arasındakı buradakı bir dənə R'dir. Sonra C ilə B arasında var. Bu da R'dir. Sonra C ilə deməli D arasında. Bircə saniyə. C ilə C ilə D arasında yoxdur, amma B ilə D arasında, deməli BC arasındakı R-nı götürdüm. BD arasında bir dənə, bu da iki dənədir. İki dənə də BD arasında var. R və R. Belə. İndi burada bu tip dövrəni açdıq. Yuxarı dövrədə baxıram ki, R ilə R paraleldir. Bu verir 0.5 R. 0.5 R ilə R ardıcıldır. Yuxarı xətt oldu ümumi 1.5 R. Aşağı xəttdə oldu ümumi 1.5 R. 1.5 ilə 1.5 bir-birinə paralel qoşulduğuna görə R paralel bərabərdir. 1.5 R bölünsün 2. Cavab 0,75 R-dir. A bəndi. Dövrəni hərfləndirərək həll elədik. 12. Verilmiş kütləli bir atom ideal qaz üzərində gedən prosesdə 100 jol istilik miqdarı verilmiş və 60 kilojol iş görmüşdür. Qazın sıxlığının temperaturdan asılı qrafiki hansıdır? Deməli 100 jol alıb 30 jol iş görmüşdürsə, burada 30% işə sərf olunub. Bunu 40% kimi düşünək. Yəqin ki, mexaniki səhvlik olub burada. Çapda düşüb belə səhvlik. Çünki bilirik ki, izobar prosesdə P bərabərdir konstant olanda aldığı istilik miqdarının 0,4 hissəsi işə gedir. Və bu da olur izobar. İzobar genişlənmə buna da uyğun olan D variantıdır. 13. Volt vuraq saniyə kvadrat bölək metr kvadratı hansı fiziki əməliyyatın vahidinə uyğundur? Bunu deməli U böl M kvadratıdır. Belə də deyə bilərik. Və yaxud bunu necə həll edəcəm? Voltun açılışını yazacağım. Voltun açılışı joule bölünsün kulondur. Yəni kiloqram vur metrin kvadratı, kulonu da amper vuraq saniyədir. Amper vurulsun saniyə kubu. Burada isə saniyə kvadratı bölünsün metr kvadratı. Metrlər buradan ixtisar edir. Saniyələrdən biri gedir, qalır yuxarıda, aşağıda qalır amper vur saniyə, yuxarıda qalır kiloqram. Bu da bizə verir M bölünsün Q. Yəni elektrokimyəvi ekvivalent. 14. İki koherent işığın dalğasının yollar fərqi 750 nanometrdir və ikinci tərtib minimum alınır. İşıq dalğa uzunluğu nəyə bərabərdir? İkinci tərtib minimum alınırsa, minimum şərtini yazanda deməli 2K plus 1 vurulsun lambda böl 2 bu bərabərdir 750'dir. K'nın yerinə 2 qoyanda ikinci tərtib deyir. 2 dəfə 2 4, 4-ün üstə 1 gələn 5 vurulsun. Lambda bölü 2 bərabərdir 750'dir. Buradan lambdanı tapanda 750 vurulsun 2 bölünsün 5. Deməli 750'ni 2'yə vuranda. Bir saniye. Burada 2K minus 1 ilə gedək. Və 2K minus 1 ilə gedəndə bu mötərizənin tipi 5 yox 3 verəcək. Çünki K'nın yerinə 2 qoydum. Deməli 2 dəfə 2 4, 1 çıxanda 3. 3 lambda bölü 2 750'dir. Buradan da 3'ə bölürəm. 750'ni 2'yə vuranda verəcək 150. Daha doğrusu 1500. 1500 də 3'ə böləndə cavab 500 nanometrdir. 15. Rəqs konturunda cərəyan şiddəti rəqsləri bu qanunla baş verir. Elektrik üçün amplitud qiymətini hesablayın. Deməli, Imax-ın düsturunu bilirik ki, Imax bərabərdir Qmax vuraq omeqadır. Qmax-ı tapsam, Imax bölünsün omega. Imax 6 vuraq 10 üstü mənfi 3'dür, omega isə 300'dür. Yəni 6'nı 3'ə bölülən verir 2. 2 vurulsun 10 üstü mənfi 5 ya da 20 vuraq 10 üstü mənfi 6. Cavabı mikro ilə istədiyinə görə A bəndidir. 16.
Kütləsi 150 qram olan cisim hərəkət tənliyi bu şəkildə 5 saniyə zaman müddətinə impuls dəyişməsini hesablayın. Deməli, burada hərəkət tənliyinə baxanda V bərabərdir konstant. Sürət sabitdirsə P bərabərdir konstantdır. Onda delta P bərabərdir sıfırdır. Yəni, bərabər sürətli hərəkətdə impuls sabit olduğuna görə impuls dəyişməsi sıfıra bərabərdir. 17. Sarğacı kəsən maqnit seli 30 milliveber dəyişəndə sarğacın en kəsi ilə bu qədər yük keçir. Müqaməti hesablayın. Buradan Q bərabərdir. Delta fi bölünsün R'dir. R'i tapanda delta fi bölünsün Q. Delta fi'ni 30 vuraq 10 üstü mənfi 3 bölünsün 0,6. 30'u 0,6'ya böləndə bu verir 50. Vuraq 10 üstü mənfi 3. Yəni 50'ni 1000'ə böldük. Cavab olur 0,5. 18. Uran radioaktiv parçalanmasının reaksiyası bu şəkildədir. Bu X izotopunun yükü və kütlələrini təyin edin. Deməli, buradan baxıram ki, uranın üzərinə bir neytron gəlir. Neytron gələndən sonra bu çevrilir artıq uran 92 236'ya. Aşağıya baxıram, bura 56'dır. 92'dən çıxıram 56'sın. Bu verir, deməli, 36. Z 36'dır. Yuxarıya baxıram 141, üstə 3 gəlirəm. Bu eləyir 143. 236'dan çıxıram. Daha doğrusu 200, 141-in üstə 3 gələndə 144. 144 çıxıram. Burada 2, 9. Deməli, A 92'dir. Aşağısı isə 36'dır. D bəndidir. Həm yük, həm də kütlələrini saxlama qanunu ödənilir. 19. Müxtəlif mənbələrdən gələn işığın yollar fərqi, delta D fazlar fərqinin hansı qiymətində dalğaların maksimum şərti ödənilir? Yollar fərqi tam sayda lambda olanda, 1 lambda, 2 lambda olanda, məsələn 2 minimum şərtidir. Ümumiyyətcə 2 əslində minimum şərtdə deyil, bu ödəmir. Sonra burada tək sayda pi'lər var, bunlar da gedir, bir dənə qalır 18 pi. Cavab 1, 3, 4'dür. Yollar fərqi tam sayda lambda, fazlar fərqi isə cüt sayda olmalıdır ki, ödənsin. 20. 18 Selsi temperaturda havanın mütləq rütubəti 7,7, nisbi rütubət 50%dir. Doymuş buxarın sıxlığını tapın. Fi'nin düsturunu yazırıq. Fi bərabərdir rho bölək rho 0 vurulsun 100'dür. Buradan rho 0'ı tapanda deməli rho vuraq 100 bölünsün fi. Yəni 7,7 vurulsun 100 bölünsün 50'dir. 7,7'ni də 2'yə vuranda cavab olur 15,4. 21. Elektromagnet dalğasına B vektorunun istiqaməti müəyyən edin. Ümumiyyətlə elektromagnet dalğasında Y, B və V üçü qarşılıqlı perpendikulyardır. Məsələn, bizə verilən suala baxırıq. Bizdəki sualda E x oxu istiqamətindədir. E x oxu istiqamətində və sürət də z oxu istiqamətindədirsə, deməli B olacaq y oxu istiqamətində. Ya y oxu ya da y oxunun əksi. Başqa istiqamət ola bilməz. Məsələn, belə ola bilməz x-in əksinə olsun. Çünki perpendikulyar olmalıdır. Belə də ola bilməz. Yenə x-in əksinə verib. Məsələn, burada baxıram, z-in əksinə verib. Üzr istəyirəm. D yox, B-ni silmək istəyirdim burada. B variantına baxıram, z-in, yəni c-nin əksinə ola bilməz. Çünki perpendikulyardır. Ya y oxu ya da y oxunun əksinədir. Və burada sağ ivli burğu qaydası var. Burğu qaydası belədir. Burğunun dəstəyin E-dən B-yə doğru fırladanda, məsələn, belə özümüzə tərəf saat əqrəbinin əksinə fırladanda baş barmaq sürətin istiqamətini göstərir. Ona görə də B düşür Y oxu istiqamətdə. Yəni D-dir. Çünki dəstəyi belə fırladanda oxun istiqaməti bizə doğru gəlir. Sürət də həqiqətən bizə doğrudur. Belə suallarda cavabları silmək üçün nə edirik? Y və B qarşılıqlı perpendikulyardır. Bunlar eyni ya da əks yönələ bilməzlər. Ona görə də B nə x nə də z oxu üzrə ola bilməz. Yalnız y ya da y oxunun əksinə ola bilər. 22. Şaquli dəmir lövhəyə yapışmış maqnit bərabər sürətlə yuxarı hərəkət etdirilir. Maqniti lövhəyə sıxan qüvvəni hesablayın. Bərabər sürətlə yuxarı hərəkət etdirilirsə, bunu aşağı çəkən iki qüvvə, yəni mj və sürtünmə qüvvələri yuxarı çəkən 8-ə bərabərdir. Öncə buradan F sürtünməni tapıram. F sürtünmə bərabərdir. F çıxılsın mj. F-in yerinə 8. Mj də 200 qram. 0,2 ona vuranda 2. Sürtünmə 6 newtondur. Və səthə sıxan qüvvə elə reaksiya qüvvəsidir. Buradan N-i tapanda N bərabərdir. F sürtünmə bölək mü 6 bölünsün 0,4. 60'ı 4'ə böldük. 15 newton. Maraqlı sualdır. Qəbula da düşə bilər.
23. Elektron hansı sürətlə hərəkət etməlidir ki, onun kinetik enerjisi bu qədər olan tezlik fotonun enerjisinə bərabər olsun? Elektronun kinetik enerjisini yazıram. M v kvadratı bölü 2 bərabərdir h nüyə. Və buradan v-ni tapanda v bərabərdir kök altda 2 h nü bölünsün m. Yəni 2 vurulsun 3 vuraq 10 üstü 15. Bunun sol tərəfdə həllini davam edərəm. Bir saniyə. Çox böyük oldu. Sürətin düsturu məncə artıq bildiniz. Ona görə birbaşa kəmiyyətləri yerinə qoyacağım. Buradan V bərabərdir. Kök altda 2H-nü, yəni 2 vurulsun. H-ın yerinə 6 vuraq 10 üstü mənfi 34. Nü-nün yerinə 3 vuraq 10 üstü 15. Bölünsün M. 9 vuraq 10 üstü mənfi 31. Buradan 2 dəfə 6-ım 12. 12-ni 3-ə vuranda burada verir 36. 36 bölü 9, yəni 4 çıxacaq. 4-dən də 2 çıxacaq. Vurulsun 10 üstü. Deməli, 34-dən 31-in çıxanda burada qaldı 10 üstü mənfi 3. 15-dən 3-ün çıxanda 10 üstü 12. Və buradan da çıxır 2 vuraq 10 üstü 6. Yəni 2 meqametr bölünsün saniyə. 24. Sabit müqamətli naqildən keçən cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Gücün zamandan asılı qrafikini qurun. Bu da topluda olan sualların bir bənzəridir və qəşəng sualdır, qəbula gələ bilər. Buradan İT-dən düz asılı olduğuna görə, məsələn, İ-ni AT kimi götürsəm və P-ni də I kvadratı R kimi yazanda olur A kvadratı T kvadratı vurulsun R. Yəni zamandan kvadratik asılıdır. Normalda gücün düsturunda buradan baxsaz zaman yoxdur. Amma cəryan şiddəti zamandan asılı olduğuna görə güc də zamandan asılı olmuş sayılır. Ona görə kvadratik düz götürürük özdə. Niyə AT yazdım? Çünki buradan baxıram ki, İT-dən düz asılı verilib. Yəni cəryan şiddəti sabit deyil, dəyişir. 25. Şüanın müstəvi güzgüyə düşmə bucağı 30 dərəcə artırdıqda düşən və qayıdan şüalar arasındakı bucaq 3 dəfə artır. Şüanın qayıtma bucağının əvvəlcə neçə dərəcə olmuşdur? Birinci, düşən və qayıdan şüalar arasındakı bucaq 2 alfadır. 30 dərəcə artıranda, onda əgər mən düşmə bucağını 30 dərəcə artırıramsa, bu bucağı 60 dərəcə artırmış oluram. Yəni yazıram ki, 2 alfa üstəgəl 60 bərabərdir. 2 alfanı da 3'ə vuranda 6 alfaya. Buradan alıram ki 4 alfa bərabərdir 60'a, alfa bərabərdir 15 dərəcə. Başlanğıcda 15 dərəcə olur. Başlanğıcda 15 dərəcə olanda, yəni alfa bərabərdir 15 isə, düşən və qayıdan şüalar arasındakı bucaq 15'in üstü 15 gələm 30 olub. Sonra düşmə bucağını 30 dərəcə artırdım. 15'in üstü 30 gəldim, oldu 45. 45 də 2'ə vuranda 90. Həqiqətən 3 dəfə artıb. 26. Uran nüvəsi bölünərkən yaranan qəlpələrin bir-birindən uzaqlaşmasının səbəbi hansı qüvvələrdir? Qravitasiya deyil. Burada elastiklik deyil, elektrostatik qüvvələrdir. Yəni bir-birindən itələnir. Elektrostatik qüvvələrin sayəsində bir-birindən kənara itələnir. 27. Radioaktiv nüvələrin sayı 10 sutka ərzində 3 dəfə azalarsa, 20 sutkada neçə dəfə azalar? Əgər 10 sutkada nüvələrin sayı 3 dəfə azalırsa, 3 dəfə azalmaq bu 2 üstü funksiya deyil, amma belə bir şey yaza bilərəm. 2 üstü 10 bölünsün T bərabərdir. N0 vurulsun. Bunu yazıram. Bu mənfi N0 bölünsün 3'tür. Buradan 10 böl T, bu 2 üstü 3 verməlidir. 2 dəfə artıranda bu da deməli 2 dəfə artmış olur. 20 bölünsün T'də 2 üstü 6 verər. Bir saniyə, bunu başqa bir üsulla həll etməyə çalışım. Bu 2 üstü 3 kimi yox, çünki 2 üstü 3 8-də 1'dir. Bunu 2 üstü x kimi yazıram. 2 üstü x də bərabərdir 3'tür. Yəni 3 dəfə azalır.
Digərini isə 20 bölünsün t kimi yazanda 20 bölək t-ni də bunu belə yazaq. 2 vurulsun bu üstü funksiyadır 2x olacaq. 2 üstü 2x. Əgər 2 üstü x 3-dürsə 2 üstü 2x də bunu yaza bilərik. 2 üstü x üstü 2 yəni 3-ün kvadratı verəcək 9 dəfə. 9 dəfə azalacaq. Əgər 10 sutkada 3 dəfə azalarsa 20 sutkada 9 dəfə azalar. 28. Deformasiya edici qüvvəni 2 dəfə artırıb, məftilin en kəsiyin radiusunu 2 dəfə azaltdıqda onun nisbi uzanması necə dəyişər? Nisbi uzanma epsilon bərabərdir f bölünsün s-y düsturundan tapılır. Qüvvəni 2 dəfə artırıb. Bu başlanğıc olsun. Epsilon 1, epsilon 2-ni tapanda bunu yazıram 2f. En kəsiyin radiusunu 2 dəfə azaldanda sahə 4 dəfə azalır. Ona görə s bölək 4 vuraq y. 4 də yuxarı qalxır, olur 8f böl s-y. 8 dəfə artar. 29. Üfüqi müstəvidə sabit dartı qüvvəsinin sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən 5 kiloqram kütləli cismin sürətinin zamanla asılı qrafiki verilmişdir. Cismə təsir edən dartı qüvvəsi 24 olarsa sürtünmə qüvvəsini hesablayın. Öncə təcilini tapanda A bərabərdir 10 çıxaq 4 bölünsün 3, 6-nı 3-ə böldük 2. Və burada sürtünmə dartıdan böyükdür, çünki yavaşdan hərəkət edir. Sürtünmə bərabərdir F dartı üstə gəl MA. Dartının yerinə 24, MA isə deməli 2 vur 5. Kütlə 5 kiloqramdır. 10 üstə 24 gəlir, cavab olur 34 Newton. 30. Kulon bölünsün kök altda Farad vuraq Henry hansı fizik cəmiyyətin vahididir? Burada kulon hələ ki olduğu kimi qalsın. Kök altda Farad vurulsun Henry. Faradın yerinə bunu yazıram. Kulon bölünsün volt kimi. Ya da kulon kvadratı bölək joule kimi yazıram. 2 kvadrat bölək 2c-dən vurulsun. Henry'nin yerinə yazıram. Joule bölünsün amper kvadratı. 50 kvadrat bölü 2-dən. Bunlar gedir. Yuxarıda qalır kulon olduğu kimi. Aşağıda kulon kvadratını amper kvadratına böləndə saniyə kvadratı qalır. Buradan da çıxır saniyə. Kulonu da saniyə böləndə cavab olur amper. Yəni cəryan şiddəti. 31. Maddi nöqtə çevrə üzrə dörtmə periodu 4 saniyədir. A vəziyyətini keçəndən sonra 17-ci saniyənin sonunda maddi nöqtənin sürət və deməli sürətinin və məşləqəsmə təcinin istiqamətini müəyyən edin. Birinci 17-ni 4-ə bölürəm. 17-ni 4-ə böləndə bu verir 4,4-də 1. Yəni A-dan başlayandan sonra 4 tam dövr eləyib və gəlib bu nöqtəyə. Bura çatanda sürət yönəlir sol tərəfə, təcil yönəlir yuxarı. B bəndidir. 32. Dairəvi cəryanın daxilində hərəkət edən protona verilmiş anda cəryanın yaratdığı maqnit sahəsi tərəfindən təsirin Lorentz qüvvəsi hansı istiqamətdədir? Cəryan saat əqrəbi istiqamətində olduğuna görə içərisində induksiya bizdən şəkillədir, yəni x-dərdir. Çölündə nöqtələrdir. İçərisində olan anda ona təsir edən Lorentz tapanda x-dir. Sol əlimizin üstün şəklə tərəf tuturuq. 4 barmağı yuxarı, yəni V istiqamətdə tutanda baş barmaq düşür sol tərəfə. Yəni həmin anda buna təsir edən Lorentz qüvvəsi sola yönəlir. 33. 4 beta mənfi zərrəcik şüalandırdıqdan sonra radioaktiv nüvədəki protonların sayı necə dəyişər? 4 vahid artar. Hər beta mənfidə protonlar 1 vahid artır, neytronlar 1 vahid azalır. 34. Hansı keçidə uyğun şüalanmanın dalğa uzunluğu ən böyükdür? Dalğa uzunluğu şüalanma deyir. Şüalanmadsa yuxarıdan aşağıdır. Məsələn 5 udulmadır. Şüalanma olan dalğa uzunluğu ən böyük olan 1-dir. Çünki uzunluq artdıqca, xəttin uzunluğu artdıqca dalğa uzunluğu azalır. 35. Nüvə reaksiyasından naməlum zərrəciyi müəyyən edin. Burada yük və kütlələrinin saxlanma qanunu ödənməlidir. Aşağıya baxıram, aşağısı 5-dir. Burada da aşağı 3, deməli buradakı 2 olmalıdır. Yuxarıya baxıram, yuxarı 11-dir. Burada 7 var, bu da 4 olmalıdır. 2, 4, o da helyumdur. 36. Uran 235 nüvəsinin bölünməsi prosesində ən çox enerji hansı şəkildə ayrılır? Deməli, burada beta şüalanma, alfa şüalanma, gamma şüalanma qəlpələrin kinetik enerjisi və neytronların kinetik enerjisi kimi. Qəlpələrin kinetik enerjisi kimi hər halda ayrılar, çünki onlar çox böyük sürətlə kənara atılır.
Deməli, burada qəlpələr bir-birindən çox böyük sürətlə kənara itələnir. Yuxarıda da o tip bir sual vardı. Kulon itələmə qüvvəsi, yəni elektrostatik qüvvələrin təsiri ilə həmin o qəlpələr bir-birindən itələnir. Qəlpələrin kütləsi də böyük olduğuna görə müəyyən bir kinetik enerjiyə malik olurlar. Ona görə də bu parçalanmada ən çox enerji qəlpələrin kinetik enerji şəklində ayrılır. 37. Reostatın sürücüsünü sola sürüşdürdükdə lampanın parlaqlığı necə dəyişər? Reostatın sürücüsünü sola sürüşdürdükdə burada 2 lampasının parlaqlığı dəyişməz. Çünki 2 birbaşa mənbəyə qoşulub. Yəni gərginliyi sabit, müqaməti sabitdir. Amma bir lampasının parlaqlığı azalar. Ona görə azalar dəyişməz C variantı. Niyə azalır? Çünki sola apardıqca uzunluq artır. Uzunluq artırsa müqamət artır. Müqamətin düsturunu bilirsiniz. Rho L böl S. Müqamət artdığına görə bir olan xəttdəki cəryan azalır. Cəryan azaldığına görə 1-in parlaqlığı azalır, amma 2-nin parlaqlığı dəyişmir. 38. Havadan müstəvi paralel şüşə lövhəyə müəyyən bucaq altında sarı işıq şüası düşür. Lövhənin həmin bucaq altında narıncı işıq şüası düşərsə, şüanın meyl etməsi necə, sınma bucağı necə dəyişər? Birincisi, dispersiya hadisəsindən bilirsiniz ki, sınma ardıcıllığı belə idi. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Yəni sarı narıncıya görə daha çox sınır. Ona görə də mən sarı şüanı əvəzləyib yerinə narıncı şüa göndərsəm, narıncı şüa daha az sındığına görə bucaq belə və buradan belə çıxacaq. Ona görə D azalar, yəni meyl etmə azalar, bucaqsa artar. D variantıdır. 39. C1 kondensatorun köynəkləri arasında gərginliyi 20 volt olarsa, C3 kondensatorun köynəkləri arasında gərginliyi hesablayın. Öncə burada ikisinin bir yerdə tutumuna baxsaq, 4 ilə 2 paraleldir, verir 6C və gərginlik arıcılda tutumla tərs mütənasibdir. Ona görə yaza bilərəm 8C bölünsün 6C bərabərdir. Yerlərini dəyişsəm, bizə C1'i vermişdi. Bura yazıram 20, bura yazıram U3. Və U3'ü tapanda 6C vuraq 20 bölünsün 8C. C'lər gedir. 20-ni 8-ə böləndə burada qalır 4-ə ixtisar aparsaq 2, burada qalır 5. Cavab olur 15 volt. Yəni tutum böyükdürsə gərginlik kiçikdir. Belə yaza bilərik. Yükün bərabərliyindən alınır. 40-cı sual. Fotoelektronların kinetik enerjisinin udulan fotonun tezliyindən asılı qrafiki vermişdir. Grafikin A nöqtəsinə uyğun fotoelektronların kinetik enerjisini hesablayın. Deməli, buradan baxıram ki, 4 nü minimaldır və A çıxış neçədir? A çıxış bərabərdir. H nü minimal, o da bərabərdir 3 elektron volt. Mən E-kinetiki tapanda E-kinetik bərabərdir E foton çıxılsın A çıxış. E fotonun yerinə H nü, A çıxışın da yerinə H nü minimal. H-ı çıxardıram mötərizə xaricindən nü çıxılsın nü minimal. Nü-nün yerinə 4 nü minimal qoyuram A nöqtəsində. 4-dən 1-in çıxanda 3. Yəni kinetik olur 3 H nü minimal. H nü minimal A çıxışdır 3-dür. 3-ü də 3-ə vururam. Cavab olur 9. Yəni A nöqtəsinə uyğun, deməli, kinetik enerji 9 elektron volta bərabərdir. Beləcə, zirvə kurslarının 18 may tarixində keçirdiyi MIQ imtahanına, müəllimlərin işə qəbul imtahanına aid 40 sual izahın yekunlaşdırdım. İmtahana hazırlaşan, həm MIQ sertifikasiya, həm də abituriyent imtahanına hazırlaşan hər kəsə uğurlar arzu edirəm. Kanalda təkrarınız üçün həm qayda izahları, həm test izahları hədsiz çoxdur. Yəni 1000-ə yaxın video var. İstədiyiniz mövzu üzrə mövzu izahını, hətta geniş şəkildə birinci, ikinci hissənin izahını tapıb izləyə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun. Növbəti videolarda görüşənə qədər.